Bakıda həbs edilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə ilə bağlı məlumatlar gündəmdən düşmür. Xarici media yazır ki, onun Lukoylun təsisçisi Rusiyalı oliqarx Vahid Ələkbərovla yaxın dostluğu var. İddialara görə Adnan Əhmədzadə sentyabr ayında həbsdən bir neçə gün əvvəl Bodrumda Əkbərovun ad günündə iştirak edib və onun yeni Genesis yaxtasından istifadə edib. Bu faktlar onun oliqarxa ən etibarlı şəxslərdən biri olduğu versiyasını gücləndirir. Ən çox müzakirə olunan iddialardan biri isə 108 milyon dollar dəyərindəki Galaktika Supernova adlı super yaxtanın taleyi ilə bağlıdır. Məlumatlara əsasən Adnan Əhmədzadə bu yaxtanı Vahid Ələkbərovun koordinasiyasında öz adına rəsmiləşdirib. Məqsəd Qərbin sanksiyalarından yayınmaq və aktivləri gizlətmək olub. Xatırladaq ki, Vahid Ələkbərov 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb. Yaxtanın mülkiyyət tarixi də diqqət çəkir. Əvvəlcə Maltada qeydiyyatda olan gəmi Nova 70 Ltd şirkətinə aid idi. Daha sonra Marshall adalarında Offshore Six Star Shipping Ltd şirkətinə ötürülüb və adı Yarj olaraq dəyişdirilib. Son addım isə yaxtanın Luxstar Ltd vasitəsilə Azərbaycan əsilli, eyni zamanda Böyük Britaniya vətəndaşı olan Adnan Əhmədzadənin adına keçirilməsi olub. Bu prosesdən sonra gəminin Aralıq dənizində GPS siqnalı söndürülərək izləmə sistemindən yoxa çıxdığı iddia olunur. Adnan Əhmədzadənin həm Azərbaycan, həm də Böyük Britaniya pasportu da mübahisə doğurur. Xarici mediada yayılan məlumatlara əsasən, onun Britaniya vətəndaşlığından əsasən Ələkbərovun aktivliyini qorumaq və Rus enerji şirkətlərinin, o cümlədən Lukoil, Tetneft, Sibur, Surgutneftgazın neft ticarətində yardımcı olmaq üçün istifadə etdiyi iddia edilir. Hazırda Adnan Əhmədzadə barəsində istintaq davam edir. Onun həbsinə və beynəlxalq əlaqələrinə dair yeni faktlar gündəlik olaraq mətbuata sızır və qalmaqal böyüməkdədir.